Hər vaxtınız xeyir. Bugün regionda artan gərginliyi, İran tərəfindən Azərbaycanın suverenliyinə qarşı səsləndirilən əsassız ittihamları və rəsmi Bakının bu təhdidlərə qətiyyətli cavabını millət vəkili Bəhruz Məhərrəmovla müzakirə edəcəyik. Bəhruz müəllim, xoş gəlmisiniz. Hər vaxtınız xeyir olsun. Və elə ilk sualım ondan olacaqdır, ibarət ki, Azərbaycan tərəfinin dəfələrlə üçüncü tərəfin hərbi mövcudluğu yoxdur bizim ərazimizdə deməyinə baxmayaraq, yenə də İran tərəfindən belə bir bəyanatları biz eşidirik. İndi o bəyanatı siz səsləndirəcəksiniz. Nədir və hansı kəşfiyyat və ya təbliğat bazasına söykənir bu bəyanatlar? Təşəkkür edirəm. Bilirsiniz ki, bütövlükdə İran İslam Respublikasında son vəziyyət və xüsusən silahlı qüvvələrlə siyasi hakimiyyət arasında müvafiq koordinasiyasızlıq şəraitində həyata keçirilən dırnaqarası xarici siyasət kursu getdikcə İranın özünü daha da dalana dirəməkdədir. Azərbaycan tarix boyu, xüsusən müstəqillik tariximizdən sonraki periodda Ulu Öndər Heydər Əliyevin hakimiyyət illərində cənab İlham Əliyevin dəfələrlə bəyanat verdiyi kimi heç vaxt öz ərazisindən qonşu dövlətlərə, o cümlədən İrana qarşı istifadəyə imkan verməyib. Amma İranda, bir daha deyirəm, o qarışıq sistem, xüsusən Sepahın, İnqilab Keşişləri Korpusunun mövcud siyasi, iqtisadi, hətta iqtisadi də demək olar, kursu ilə, baxışları ilə zaman-zaman mövcud hakimiyyətin baxışlarının fərqləndiyi şəraitdə çox qəribədir ki, Azərbaycan onların gözünə həmişə düşmən kimi görünür. Baxın, siyasi xəttə biz diqqət etsək, Sepahın siyasi xəttinə biz diqqət etsək, onlar daim Azərbaycanı sanki İslamdan kənar düşmüş bir qüvvə kimi qələmə verməyə çalışır. Baxmayaraq ki, Azərbaycan Vətən Müharibəsi antiterror tədbirləri ilə İranın özünün, Sepahın özünün dəstəklədiyi məscidlərə məscidlərin donuz damına tövləyə çevrilməsi tendensiyasına son qoydu. Və bu göstərir ki, kim əsl müsəlmandır, kimsə məscidləri donuz damına çevirənlərlə müttəfiqlik edən, gizli nömrələr, gizli tırları, silahlar doldurub onlara ötürən, onlar müsəlmandırmı? Və yaxud da ki, onlar davamlı şəkildə belə bir siyasi kurs yürütməyə davamlı şəkildə çalışırlar ki, sanki Azərbaycan bölgədə pan-türkist və siyonist bir siyasət yeridir və Azərbaycan sanki İran üçün bir təhdidə çevrilib. İran illərlə Azərbaycan ərazilərini işğala məruz qoyan dövlətə bütün yardımları edib. Azərbaycan heç vaxt İranın daxili işlərinə, o cümlədən xarici siyasət kursuna heç vaxt qarışmayıb. Və bugün də Azərbaycan müstəqil xarici siyasət kursuna malik dövlət kimi İranla çox yüksək münasibətlərin ümumbəşəri dəyərlərə, sülh və insanlıq əleyhinə o hansısa fəaliyyətə yol vermədən beynəlxalq münasibətlərin prinsipləri rəhbər tutulmaqla necə ki biz İranla əməkdaşlıq etmək arzusundayıq və bu istiqamətdə addımlar atmışıq. Eləcə də digər dövlətlərlə bunu edə bilərik. Bu bizim hüququmuzdur. Bu Sepahın, hansısa İran qurumunun bu prosesə müdaxilə etmək cəhdi və yaxud buna münasibətdə Azərbaycanın üzərinə troll dəstələri, botlardan və s. istifadə etməklə sosial mediadan Tasnim kimi, Fars xəbər kimi özlərinə birbaşa rəsmi bağlı olan informasiya resurslarından istifadə etməklə Azərbaycanın üzərinə hücumları təşkil etmək bu hansısa nə beynəlxalq hüququn qaydasına uyğun deyil, nə qonşuluq münasibətlərinə uyğun deyil. Eyni zamanda onlar sanki, məsələn, Zəngəzur dəhlizi məsələsində davamlı şəkildə təbliğat ortaya qoydular ki, Azərbaycan və sanki Türk dünyası, Turan birləşərək, bilirsiniz, bunlar hələ də Firdovsinin şahnaməsinin miflərində yaşamağa cəhd edir və bu da onları getdikcə daha zəlil və daha sözün əsl mənasında o dalana dirənmiş dövlət statusuna gətirib çıxarır. Baxsınlar ətrafa, görsünlər, bugün ətraf qonşuların arasında İrana hər hansı formada normal münasibət bəsləyən bir dövlət varmı? Bu, yaxşı, Azərbaycan problemlidir. Yaxşı, Azərbaycanın qeyd etdikləri problemləri var. Digər dövlətlər necə? Hamısı müsəlmandır da. Bu müsəlman ölkələr necə oldu bircəcik İranla əməkdaşlıq etmək istəmədi? Deməli, problem İrandır, problem Sepahdır. O cümlədən də bu bəyanatları. Təsəvvür edin, Azərbaycan ərazisinə, Azərbaycan məktəbinə, təsəvvür edin, uşaqların dərs vaxtı məktəbinə PUA hücumu, pilotsuz uçuş aparatları ilə İranın hücumu fonunda məsələni nə qədər yumuşaltmağa çalışır. Bəyanatlar, sərt bəyanatlar fonunda İranın üzr istəməli olmasını, bu məsələ ilə bağlı izahat verməli olmasını dəfələrlə deməklə açıq qapı qoyur ki, biz bu prosesi, problemi həll edək. Bunu hansısa formada münaqişəyə, hansısa formada qarşı durmaya keçirməyək. Bu da Sepahın bəyanatı. Bütün bunlar onu göstərir ki, İran hələ də, bax bu aciz və cılız vəziyyətinə baxmayaraq, hələ də bölgədə öz maraqlarını
qarşıdurma yolu ilə, silahlı münaqişə yolu ilə təmin etməyə yönəlir və İran hələ də dinc insanları hədəf almaqla əslində dünyanı şantaj edir ki, bu bölgədə həmin o Sepah və ona bağlı molla rejimi hər hansı formada yıxılarsa, bütün insanlar ziyan çəkəcək. Belə bir ab-hava yaratmaq istəyir və bu mənada qeyd etdiyimiz o bəyanat utanç vericidir. İndiki məqamda İran sanki özü öz kürəyindən özünü xəncərləyir. Çünki bir daha deyirəm, şimal sərhəddi, İranın şimal sərhəddi İranın ən arxayın ola biləcəyi, İranın tam mənada təhlükəsiz şəkildə söykənə biləcəyi bir sərhəd olub. Cənab İlham Əliyev bugün dünyada analoji siyasət yürüdən, bir mənalı şəkildə sözü imzası eyni olan az sayılı, barmaqla sayıla biləcək liderlərdən. Əgər Cənab İlham Əliyev İrana dəfələrlə bəyanat məzmununda, xəbərdarlıq məzmununda, vəd məzmununda dəfələrlə ifadə eləyibsə ki, Azərbaycandan İrana təhdid yoxdur. Azərbaycan öz ərazisindən kiməsə qarşı istifadə olunmasına imkan verməyəcək. Deməli, bu sözdür. İran bundan artıq hansı səviyyədə vəd arzulayır? Biz eyni zamanda tarix boyu heç vaxt öz ərazimizdə üçüncü qüvvələrin ağalıq eləməyinə, ikinci qüvvələrin ağalıq eləməyinə imkan verməmişik. Ən çətin məqamında belə Azərbaycan kənar qoşunlar, məsələn, Rusiya sülh məramlarını Cənab İlham Əliyev sözsüz, söhbətsiz, problemsiz çıxarılmasına nail oldu. Yəni, indi biz hansısa fonda kimisə İran əleyhinə öz ərazimizdə yerləşdirmək və İrana təhdid yaratmaq, bu sadəcə gülüncdür, bir daha deyirəm, və Sepahın uydurma nağıllarından başqa bir şey deyil. Nəyə əsaslanır? Ümumiyyətlə, Bəhruz müəllim, yəni İranın Azərbaycana qarşı siyonistləri ərazimizdən çıxarın bəyanatı nəyə əsaslanır? Hardan qaynaqlanır bu və bundan əlavə məhz İranda Ermənistanın səfirliyi vasitəsilə bu bəyanat səsləndirilibdir. Onun Ermənistanın İrandakı səfirliyinin rəsmi saytında bu bəyanat səslənir. Yəni bu da yeni bir gərginliyə səbəb ola bilməzmi? Əslində məsələ nədən ibarətdir? Bilirsiniz ki, Ermənistandakı İran səfirliyi, bundan öncəki səfir davamlı şəkildə bu və ya digər formada qarşılıqlı proseslərin hansısa formada daha gərgin məcraya qədəm qoyması istiqamətində fəaliyyət göstərib. Xüsusən Azərbaycan və Ermənistan arasında münaqişənin gərgin dövrlərində həmişə o katalizator rolunu oynayıb. Amma başqa bir məsələ. Bugün Azərbaycan və Ermənistan öz problemlərini demək olar ki, həll edib və Azərbaycana bu barədə danışarıq sonraki yəqin ki məzmunda. Amma Azərbaycana dəstək müraciətlərindən, dəstək mesajlarından biri də Ermənistandan gəlib İranın hücumlarından sonra. Yəni bunlar İranın növbəti uğursuz, ucuz oyunudur və səfirliyi bu prosesə alət etməklə sanki eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərində mövcud sülh və sabitlik istiqamətində addımlar atılmasına hansısa formada maneçilik törətmək istəyirlər. Amma istənilən halda bu proseslərin heç bir əhəmiyyəti yoxdur. Bir daha deyirik, biz bundan öncə də dəfələrlə görmüşük ki, Sepaha bağlı media qurumları, eyni zamanda Sepaha bağlı ayrı-ayrı vətəndaş cəmiyyəti dırnaqarası institutları, bunların Azərbaycana davamlı hücumlarını görmüşük. Ayrı-ayrı o X şəbəkəsi qəhrəmanları, Telegram qəhrəmanlarının, ayrı-ayrı mollaların, hansı ki onların çoxu artıq sözün əsl mənasında cəhənnəmə vasil olub, onların Azərbaycana hücumlarına şahidlik etmişik. Zaman-zaman şir quyruğu adı altında şirin quyruğu ilə oynamayın kimi gülməli ifadələrlə özlərini doğrudan quyruq olduqlarını göstəriblər. Amma nəticə nə olub? Biz bir daha deyirik, biz günü bugün, bax, vəziyyətin bu qədər gərinləşdiyi təqdirdə belə İranla hansısa formada qarşıdurma arzulamırıq. Biz İranla dinc qonşuluq, mehriban qonşuluq münasibətlərində maraqlıyıq. Bizə bölgəmizdə ümumiyyətlə müharibə, bölgəmizdə ümumiyyətlə qarşıdurma maraqlı deyil. Biz qlobal maraqları uzlaşdırmışıq bu bölgədə. Nəhayət, bölgə öz coğrafi mövqeyindən Cənab İlham Əliyevin siyasətinin nəticəsi olaraq dividend götürməyə başlayıb. Belə bir məqamda İran da bu maraqların, İran da bu inkişafın, qazancın bir hissəsi olmaqdansa, bax, Sepahın bu uğursuz hücumları ilə özünü daha da alana deyir. Azərbaycan, bir daha deyirəm, ən çətin məqamında İranın ali lideri öldürülərkən Azərbaycan prezidenti, bunu dəfələrlə qeyd etmişik, dünyanın yeganə lideri oldu ki, nəinki telefonla başsağlığı, birbaşa səfirliyə getdi və oradan başsağlığını ifadə etdi. Bundan sonra dron hücum etməyi, dövlət başçımızın dediyi kimi, bu artıq nankorluq idi və məsələnin yumşaldılması istiqamətində ayrı-ayrı siyasilərin bəyanatlarındansa Sepahın hansısa rəsmisinin Azərbaycana hədə qorxu dolu bəyanatlar səsləndirməsi, bu ümumiyyətlə münasibətlərin sonraki gedişatında heç kimə fayda gətirməyəcək. Biz o qənaətdə deyilik ki, bu bizə fayda gətirir, amma İran üçün
Bu sözün əsl mənasında ziyanlı olacaq. Davam edəcəyik Bəhruz müəllim və mən bir xəbəri çatdırmaq istəyirəm. Beynəlxalq ictimaiyyət İranın Azərbaycan ərazisinə dron hücumlarını qınamağa və ölkəmizə böyük dəstək nümayiş etdirməyə davam edir. Müxtəlif ölkələrin rəhbərləri və rəsmiləri, həmçinin beynəlxalq təsisatlar Azərbaycan ərazisinin İran tərəfindən dron hücumuna məruz qalmasını pisləyən bəyanatlar yayıb. Müxtəlif səviyyələrdə ölkəmizə dəstək və həmrəylik nümayiş etdiriblər. Bu ölkələr arasında Albaniya, Amerika Birləşmiş Ştatları, Albaniya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Böyük Britaniyanın və digər ölkələrin dövlət başçıları və digər rəsmilər də var və bir xəbəri də yeri gəlmişkən çatdırmaq istəyirəm. Fransa prezidenti İranın Azərbaycana hava hücumu ilə əlaqədar ölkəsinin Azərbaycanla həmrəyliyini və dəstəyini ifadə edib. Emmanuel Macron həmçinin İrandakı Fransa vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyəsinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib. Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi və Azərbaycan-Fransa iki tərəfli münasibətlərinin yenidən canlandırılması ilə bağlı fikir mübadiləsi aparıb, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunubdur. Yeri gəlmişkən elə Naxçıvanda məktəb yaxınlığında endirilən zərbələrə görə İran tərəfindən üzr istənilməyibdir və hadisənin araşdırılması da İranın dost və müsəlman ölkəsi ritorikası ilə nə dərəcədə ziddiyyət doğurur? Əslində İranın əvvəllər əgər dost və qardaş müsəlman ölkələri ritorikası var idisə, bugün artıq o ritorika da yoxdur. İran İsraillə müharibə etdiyi təqdirdə İsraildən daha çox müsəlmanları hədəf alıb və bugün həmin raketlər müsəlman ölkələrinin başına yağır. Və müsəlman ölkələrinin bəzilərində deyə bilərsiniz ki, bazalar var, Amerika bazaları var. Yaxşı, otellərdə, dinç yaşayış məskənlərindəki bazalar yoxdur. Hədəf alınan müsəlmanlardır. O cümlədən 30 il biz də buna şahidlik etmişik ki, Azərbaycan əraziləri işğalda təcavüzdə saxlanarkən İran birbaşa işğalçı təcavüzkar üçün nəfəslik rolunu oynayıb. Yanacağın, silahın daşınması birbaşa İran üzərindən həyata keçirilib. Hətta Azərbaycan işğala son qoyduqdan sonra elə separatizmin qaldığı dövrdə, antiterror tədbirlərinə qədərki dövrdə, vətən müharibəsi və antiterror tədbirləri aralığında dövlət başçısı özü də nitqində bunu ifadə etdi. İrandan tırlar erməni nömrəsi altında separatçılara bilirsiniz nələr daşıyırdı. Yəni, bugün artıq İranın İslam qardaşlığı barədə danışması xülyadır və sözün əsl mənasında İslam adına, Məhəmməd ümməti adına sözün əsl mənasında bir utancdır. Və İran yaxşı olar ki, bu barədə heç danışmasın. Bir daha deyirəm, bizim İrana qarşı hər hansı bir iddiamız yoxdur. Azərbaycan İranın ərazi bütövlüyünü tanıyıb, bunu dəfələrlə tanıyıb, bəyan edib. İranın daxil işlərinə biz qarışmağa hansısa formada cəhd etmişikmi? Etməmişik. 2 gündən bir Sepa başını dəstəsini yığıb gətirib Araz kənarında təlim keçirdi. Nə oldu, nə edə bildi? Yəni, indiki məqamda İran yaxşı olar ki, özünün taleyini düşünsün. İran yaxşı olar ki, su yoluna döndərilən sözün əsl mənasında hava məkanının qayğısına qalsın. Başqa dövlətlərin təyyarələri İranın hava məkanında at oynadır. Bu barədə düşünsün. Azərbaycana hücum etmək, Azərbaycan məktəblisini, Naxçıvan məktəblisini öldürmək, məktəblilərini öldürmək İrana heç bir dividend gətirməyəcək, İrana hərbi üstünlük gətirməyəcək, əksinə qan içən olduğunu bir daha ortaya qoyacaq və ətrafı da bir daha düşünməyə vadar edəcək ki, bəlkə də elə Amerika Birləşmiş Ştatları, Səudiyyə və s. dövlətlər doğru edib elə Sepahı terror təşkilatları siyahısına salıblar. Yaxşı, terrorla məşğul olan təsisata biz başqa nə ad qoyaq? Mən bir daha deyirəm, biz bu ritorikanı qarşılıqlı olaraq edirik. Azərbaycan heç vaxt İrana münasibətdə sərt ritorika həvəsində və bunun faydalı bir şey olduğu qənaətində olmayıb. Amma eyni zamanda da biz də ərazilərimizi qorumalıyıq, dövlətimizi qorumalıyıq və açıq şəkildə dövlətimizin suverenliyinə təhdid idi. Və təsadüfi deyil ki, baxsın İrana bir nəfər dəstək verdim, amma 70-dən artıq dövlət birinci şəxs səviyyəsində Azərbaycan prezidentinə ya zəng edib, bu və ya digər formasında bəyanatlar verib, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib. İran bu şeyləri, bu reallıqları nəzərə alsın. Sonra İran deməsin ki, biz təklikdə qalmışıq. İran özünü o pis ideologiyası ilə təkliyə məruz qoyub və nəticə etibarilə indiki məqamda bu çətin vəziyyətdə sağa, sola, quduzcasına saldırmaq vəziyyəti dəyişməyəcək. İran yaxşı olar ki, özü problemlərin həllinə odaklansın, öz problemlərinin həllinə yönəlsin
və Azərbaycanı dron atəşinə tutmaq, Azərbaycan daxilində ayrı-ayrı kütlələrə xitabən Azərbaycan hakimiyyəti əleyhinə nələrsə, Azərbaycan dövlətinin nüfuzu əleyhinə nələrsə planlamaq, bu ümumiyyətlə həm faydasız, həm də istiqaməti olaraq doğru istiqamət deyil. Bəhruz müəllim, yeri gəlmişkən elə mən sadaladım ölkələri, saysız ölkələrin dövlət başçıları, eyni zamanda rəhbər nümayəndələri bizə dəstəyini bildirib, bəyanatla çıxış ediblər və onların sırasında Ermənistan rəhbərliyi də var. Yəni, necə olur belə ziddiyyət? Həm bizə dəstəyini bildirirlər, bəyanatla çıxış edirlər, eyni zamanda səfirliyinin, İrandakı səfirliyinin rəsmi sayti vasitəsilə də bu bəyanatı yayırlar. Əslində, indiki məqamda bizim üçün daha maraqlı olan Ermənistan rəhbərliyinin yanaşmasıdır və Ermənistan rəhbərliyi də bilirsiniz ki, Azərbaycana dron hücumlarından sonra Xarici İşlər Nazirliyi səviyyəsində öz mövqeyini bildirdi. Əlbəttə, qeyd olunan məsələ isə birmənalı şəkildə araşdırılmalıdır. Nəzərə alaq ki, bəyanatı verən tərəf Ermənistan tərəf deyil. Bəyanatın sahibi Ermənistan tərəf deyil. Hansı konfigurasiya əsasında, nəyin əsasında bu format alınıb, Ermənistan səfirliyi əlbəttə ki, bu məsələ ilə bağlı birmənalı şəkildə dövlət olaraq bu və digər format izahatını verəcək. Amma burada daha çox diqqəti çəkən məsələ olmalıdır ki, Ermənistan səfirliyi olmasın, hansısa özünə məxsus digər saytlar olsun. Burada əsas təhdid, təhlükə yaradan məqam həmin bəyanatın İran tərəfindən verilməsidir və İran tərəfindən səsləndirilməsidir. Bir daha deyirik, biz prosesləri nöqtə bə nöqtəyə, ilmə-ilmə izləyirik və proseslərlə bağlı Azərbaycanın bütün istiqamətlərdə, bütün formatlarda formulları mövcuddur. Azərbaycan hansı addımlar atacağını, hansı addımlar ata biləcəyini çoxdan müəyyən edib. Sadəcə indiki təmkinli siyasət bu və digər formada problemlərdən çıxış yoluna nail olmaqdır. Baxın, bir neçə gün öncə gördünüz Azərbaycanda Təhlükəsizlik Xidmətinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar oldu. Hələ yeri gəlmişkən onu da soruşacaqdım ki, hər hansı bir bağlılığı var bunun? Əlbəttə, bilirsiniz, bəyanatın sonra səsləndirilməsi. Bilirsiniz ki, bu ilk əməliyyat deyil. Bundan öncə də dəfələrlə bu kimi əməliyyatlar keçirilib, dəfələrlə terror mahiyyətinə xidmət edən şəxslər din adı altında, dindarlıq adı altında beyni yuyulmuş miflərə inanaraq Azərbaycanı düşmən gözündə görən insanlar dəfələrlə saxlanılıb. Burada terror, təxribat törətmək məqsədi qarşısına sistemli vəzifələr qoymuş şəxslər saxlanılıb. Azərbaycan 3-cü, 4-cü bir dövlət deyil ki, Azərbaycan ərazisində hansısa dövlət gəlib əməliyyat şəraitinə bu və digər formada diktə etsin, burada hansısa əməliyyatlar həyata keçirsin. Əlbəttə, Azərbaycan xatırlayırsınızsa, təqribən il yarım öncə burada Avropa dövlətlərinin bütövlükdə əməliyyat şəbəkəsini təhlükəsizlik orqanlarımız sıradan çıxartmışdı. Yeni reallıqlarda biz çox ciddi təhdidlərlə üz-üzə qalıb, çox ciddi, çox daha güclü təhdidləri zərərsizləşdirmişik. O ki, qaldı İran ola. Yəni, indiki məqamda əlbəttə bu Sepah üçün böyük zərbə idi və onlar bilirsiniz, Azərbaycanda çox saylı, məsələn, Hüseyni Yun kimi bu və ya digər formada çoxlu təsisatlar, gülünc formatlar müəyyən ediblər. Din pərdəsi altında Azərbaycanda mövcud dünyəvi hakimiyyətə qarşı, dünyəvi idarəçiliyə qarşı zaman-zaman çıxışlar ediblər, sosial mediada aktivləşirlər. Amma bunların heç birinin Azərbaycan qarşısında hansısa xüsusi bir dəyişəcək güc olmadığına zaman-zaman şahidlik etmişik. Azərbaycan insanında artıq İranın o uydurma və eyni zamanda ləyaqətsiz hücumlarına qarşı immunitet yaranıb. Azərbaycan hakimiyyət orqanları, Azərbaycan xüsusi xidmət orqanları kifayət qədər aktiv elə bir fəaliyyət ortaya qoyublar ki, Azərbaycan daxilində kiminsə başqa qüvvənin kəşfiyyat xidməti, ona bağlı qurumlar burada nə isə dəyişə bilməz. Əlbəttə, bütün bunlar, bu reallıqlar Sepahı bax, bu kimi ucuz bəyanatlar verməyə, Sepahı bu kimi ucuz addımlar atmağa məcbur edir. Təbii ki, bunlar əks həmlələrdir. Çünki qırılan onlardandır, itən onlardandır. Öz qanatları, Asimov qanatları kimi qırılır və nəticə itibarilə bu onların son çırpınışlarıdır. Mən bir daha deyirəm. Biz İranla hansısa münaqişə formatı arzulamırıq. Biz İranla qarşılıqlı sərt ritorikaların davam etməsini istəmirik. Amma ilk növbədə İran Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinə hücuma görə, beynəlxalq hüquqla sülh əleyhinə cinayət törətdikdə görə Azərbaycandan üzr istəməlidir. Biz demirik dərhal kompensasiya ödəsin, amma ən azından dərhal kompensasiya ödənəcəyi və yaxud dağıntılara görə, vurulan ziyana görə, mənəvi zərərə görə o zərəri qarşılayacağı iradəsini ortaya qoysun ki,
Azərbaycan da bununla bağlı addımlarını atsın. Bilirsiniz, Azərbaycan heç vaxt o maddi tərəflərin o qədər də ardınca getməyən dövlət olub. Məsələn, bu yaxında İran səfirliyinin ilə əməkdaşının müvafiq olaraq Livandan çıxarılması Azərbaycanın öz hesabına həyata keçirildi. Dövlət başçısı heç bunun üçün qaldırılan təyyarənin xərclərinin ödənməsinə də imkan vermədi. Bu Azərbaycan dövlət başçısının mövqeyi, bax gördüyünüz bu da İranın mövqeyi. Təşəkkür edirəm. Siz sağ olun. Müəllim, çox sağ olun belə gözəl və ətraflı hüquqi baxımdan, siyasi baxımdan şərh etdiyinizə görə. Və mən sonda bir daha istərdim xəbərlərimizi oxuyaq. Martın 8-də Niderland Krallığının Xarici İşlər Naziri Tom Berendsen Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramova zəng vurub. Telefon danışığı zamanı tərəflər regionda artan gərginliyi ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov həmkarına İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilən dron hücumları və yaranan təhlükəsizlik vəziyyəti barədə ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov bu hücumların ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn qəbul edilməz addım olduğunu vurğulayıb. Nazir Tom Berendsen vəziyyətlə bağlı narahatlığını ifadə edib. Hücumları qətiyyətlə pisləyib. O, regional sabitliyin təmin edilməsinin əhəmiyyətini qeyd edib. Niderland naziri bununla yanaşı Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycanla Niderland arasında iki tərəfli münasibətlərin inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Bizim bu saata sizə çatdıracağımız bunlardır. Bizimlə isə müzakirəni apardı millət vəkili Bəhruz Məhərrəmov.